Herkese yeni gündən salamlar. Necəsiz? Yeni il abu havasına girə bilmisiniz. Açıqcası bu gözəl isti keçən havalardan dolayı mən heç cür yeni il abu havası hiss edə bilmirəm. Yenə də bacardığım qədər onu özümə çəkmək istəyirəm. Çünki yeni il sevdiyim bayramlardan biridir. Belə bir kukilər eləmişəm. Əslində bunlar biraz qızarıblar. Çünki gecə saat 3-də yerdim, Raul oyandı. Ona görə qaldı bu. Əslində baston kukiləri eləyəcəkdim. Amma tarifdə yazmamışdı ki, xəmirə nə qədər un gedir. Mən də unu doldurduqca doldurdum. Sonra da gördüm ki, xəmirim qırılan bir xəmir olur. Yəni belə baston olmaq üçün yumşaq olmalıdır ki, dolayım onu. Alınmadı. Mən də əlimdə belə formaları var idi. Dedim xəmir heyf olmasın. Belə peçenyelər elədim. Həqiqətən də yəni xəmirim heyf olmadı. Çox dadlı çıxdılar. Hətta şəkəri azdı deyə Raula da vermişəm yesin. Amma gərək qırmızı rəngi bura qatmazdım. Görünüşü o qədər də qəşəng olmadı. Əybi yox, gələn səfər qışa yeni ilə artıq daha qəşəng eləyərəm. Ən azından istədiyim şey alınmasa da peçenya tarifi tapa bildim. Çünki mən bu formayla başqa tariflə eləməyə çalışmışdım. Amma bişəndən sonra forması itirdi. Üstündəki bəzəyi falan itirdi. Amma burada itmədi. Baxın, Raul da yeyir burada. Qar dənəciyini yeyir. Raul, ayaqlarını yerlə bayaq necə yerləyirdin? Yerlə ayaqlarını. Вестишки istəyirsən ha? Хочешь? Na. Sevinərsən. Raulun şukruzunu tapdım nəhayət. 3 dənə qalmışdı, üçün də götürdüm. Bir də, 2 dənə də püre. Ha? Sən də bax, sən də bax. Ha. Ay canım. Gəldik biz evə. Əslində bu qədər alışveriş eləmək planımda yox idi. Sadəcə olaraq endirimlər gördüm. Ona görə çox sadəcə Raul üçündür zaten. Ona görə dedim dəyərləndirim endirimləri. Və bunları Raul çox sevir, dəhşət çox sevir və biz tərəfdəki Arazda heç görməmişdim. Başqa yerdən almışdım, başqa Arazdan. Bu səfər gördüm gəlib 3 dənə qalmışdı. Elə 3-ünü də götürdüm. Onu deməli bir dənəsi 2 manat 30 qəpik. Sonra bu endirimə düşmüşdü 4 manat 79 qəpiyə. Bunu götürdüm. Çörək, zavod çörəyi yoldaşım əslində yemir. Mən xoşduram, amma istəyirdi deyə gördüm, canım çəkdi. Sonra bu düşmüşdü 1 manat 79 qəpiyə manlı. Sonra roşenlər düşmüşdü 1 manat 95 qəpiyə. Bunları maraqlı bir şey çəkəcəm, onun üçün aldım. Sadəcə bilmirəm, inşallah ki istədiyim kimi alınar. Çünki bir dəfə də cəhd eləmişdim, amma onda yanlış şokolad seçmişdim. Alınmamışdı. Bu səfər ümid edirəm alınar. Daha sonra püre götürdüm Raula. Brokoli heç evdə özüm eləməmişəm, amma kökü həmişə evdə özüm edirəm. Bir də görürsünüz, çölə çıxanda təcili falan nəsə lazım olur. Onunla uğraşmaq istəmirəm, qab bulamaq istəmirəm. Onda götürürəm bundan. Ona görə az alıram da, yəni nadir hallarda istifadə elədiyim üçün. Sonra sport peçenya Raula götürdüm. Bilirsiniz ki, yəni Raul o birisi peçenyaları yeyə bilmir. Əlində pis günə qalır, amma bunu axıra kimi yeyir. Rastişka götürdüm. Yenə Raula banan, biraz yaşıl götürdüm. Çünki xalacanikdə 2 günə falan tez xarab olurlar. Pomidor endirimdə idi. Bir dənəsinə 1.19 verdim. Və bir damcı da biber götürdüm. Pomidorla biberi əslində bu axşamki yeməyi götürdüm. Amma planımda nə yeməyi var bilmirəm. Ay can balam, ne делай da, пожалуйста. Qoy videomu çəkim. Kukilər üçün bunu istifadə eləmişdim. Amma bunu illər əvvəl almışam. Heç yadıma gəlmir hardan da almışam. Bu arada musiqin orada səsinin gəlməyinə baxmayın. Mən buraya gəldimsə, Raul da burada olacaq. Nə?
Bir də ki, planımda var ki, bura yeni abu-havası qatım. Niyə bura deyəcəksiniz? Onu da abu-havanı qatandan sonra başa düşəcəksiniz ki, niyə bura. Çünki bura eləmək istədim. Alınmır nəsə. Masaya eləyə bilmərəm zaten bu masa, yəni hər gün istifadə edirəm buranı. Yəni dəymədiyim yer buradır deyə istəyirəm o dekoru burayım. Zaten dekorum o qədər azdır ki, elə bura mənə kafidir. İndi zamanla artıraram, artırmaram, bilmirəm. Allah qismət eləsin, artırım təki. Amma hələ ki buranı bəzəyəcəm. Bunu yəqin ki gecə Raul yatandan sonra sakitçilikdə eləyərəm. Bir də burada 2 dənə belə bu dibi çıxarmışam. Heç bir fikrim yoxdur. Hər gün bu sualı özümə verməkdən yorulmuşam. Nə bişirim axı mən? Raula belə makaron hazırlamışdım. Çox da dadlı alım deyə həqiqətən özüm də yeyə bilərəm. Köklə soğanı qovurdum. Sonra qaynatdığım çolpanı da qatdım bura, biraz onu da qovurdum. Sonradan makaronla suyunu əlavə elədim. 1 çay qaşığı duz, Himalay duzu istifadə edirəm Raula. Haradasa 2 yemək qaşığı da zeytun yağı. Arada indi xala da gəldi. Təsadüfə baxın ki, o da kaş aldı və multizlak aldı. İndirimdə idi o da, amma o başqa marketdən almışdı, tam stordan. Sadəcə olaraq yaxşıdır ki, fərqli oldu. Mənim aldığım almalı, gilaslıdır belə. Onun aldığı isə bananlı, çiyədəkli. Əla. Bu da belə. Bir də Napolyon aldı çayla içməyə. İndi oturaq bir yerdə çay içək. Və o Raul'la maraqlanarkən mən də buraları səliqəyə salım. Raul indi birazdan çiməcək. Çimizdirməyi mən eləmirəm, xalam edir. Mənim gücüm çatmır Raul'a. Ağırdır deyə, həm də mənim belim çox tez yorulur, ona görə xala çimizdirir. Bura indi cücələrini də ataq, dinozavrını da ataq. Çimisinə. Raulu 2 saatlıq qoydum xalamla, özüm isə gəldim biraz həm tək başına hava almaq istədim, həm də kiçik bir alış-verişə çıxmışdım. Gəldim Qarayevə və burada belə bir mağaza tapdım, Yazpoz. Bura əslində anladığım qədərilə dəftərxana mağazasıdır. Sadəcə olaraq yeni ilə aid məhsullar da var idi və mən buradan bir ədəd çaşqa və bir dekor süsü götürdüm. Buradan sonra keçdim Miray Cehizliyə və onun yanında da Evim O mağazası var idi. Həqiqətən yeni ilə aid çox gözəl qab-qacaqlar, istər tekstil olsun, istər süfrələr olsun, çox gözəl şeylər var idi. Özümü almamaq üçün güclə tutdum. Çəkə bilmədim orada rahat. Əslində gözəl şeylər çox idi. Çəkib hamısını göstərə bilərdim, amma adam həm çox idi, həm də baxırdılar deyə biraz narahat olurdum. Ona görə çəkə bilmədim. Deməli, getdim Qarayevə. Orada birinci belə bir dükan var idi. Bilmirəm, təzə açılıb ya yox, çünki çoxdan da Qarayevə getmirəm, amma getməyə dəyər çox gözəl şeylər var. Bunların düzdə hamısını oradan almamışam. Oradan sadəcə deməli bir bunu aldım. Onu da deyim ki, bütün mağazalarda yeni məhsulları o qədər bahadır ki, yəni adam əl vurmağa belə qorxur. Keçən il yenə biraz normal idi, bu il dəhşət uçub qiymətlər. Nəysə, belə bir şirin bir şey götürdüm, şirin stəkan daha doğrusu, şirin çaşqa götürdüm. Bundan qəşəng içkilər hazırlayacağım, videoda çəkərəm, sizə də çəkərəm. 8 manat 50 qəpik ödədim buna. Belə bir şey götürdüm. Bunu da içində özünün yapışqanları da var. Baxacağım indi. Yaxşı olmasa özüm kleylə hansısa bir dənə sadə stəkanımı götürəcəm. Onun üstünə yapışdıracağım. Beləliklə əlavə bir yeni il stəkanım daha olacaq. Getdim Miray Cehizliyə. Miray Cehizlikdə tapa bildiyim bir bu oldu. Əslində çox şey var. Sadəcə olaraq indi zövqə görə və yaxud ehtiyaca görə elə də bir şey tapa bilmədim. Belə bir qaşıqlar götürdüm. Yenə qəşəng desertlər, içkilər hazırlayanda lazım olar deyə videolarda. Sonra getdim Evim
Evimo, Miray'ın yanındaki bir mağazada Evimo. Oradan da yeni il aksesuarları aldım. Suvenirləri daha doğrusu. Belə bir şaxta baba götürdüm 4 manata. Bunu düşünürəm ki, mətbəxdə airfryer'ın üstünə qoyaram. Şirin görünər orada. Belə bir şaxta baba suveniri aldım. Bunu da 1 manat 30 qəpiyə aldım. Bu deyəsən əl işidir, əl işinə oxşuyur. Bir də belə bir qap. Bunu da 1 manat 30 qəpiyə. Bunun içinə uzun yeni şokoladlarım var. Onları düzməyi düşünürəm. Ağlıma o gəldi, ona görə götürdüm bunu. Tapa bildiyim ən münasib qiymətə bunlar oldu. Qalan hər şey od bahasıdır. Amma çox gözəl şeylər var idi. Yəni imkan olan yerdə əlbəttə ki almaq olar. Baxın qızlar, belə şirin bir şey alındı. Burada da nəyim varsa, nəyim qalıbsa düzdüm bura ki, göz önündə olsun. Düşünüm görüm bunlarla nə edə bilərəm. Tada! Məncə çox şirin oldu. Buranı belə düzdüm. Belə qırmızı stəkanlarım var idi. Düşündüm belə bura uyğun gələcək. Bura bunu qoydum. Burada belə bantik elədim. İndi istəyirəm ki, bu qabların içinə də yeni ilə aid bəzi şəkərləmələr var. Onlardan qoyum. Amma yuxarı mərtəbəyə bilmirəm nə edeyim. Ora yəqin ki, yeni nəsə almalı olacağım. Çünki bu əlimdəki bu yolka balacadır. Son görüntü budur. Buranı belə bəzədim. Bir də ki, bura belə bir dekor elədim. Bura hələ ki dəymədim. Düşündüm stend gələr, onu da bir dəfəlik yığaram.